Bismillahirrahmanirrahim. Əhd peyman barəsində Əli əleyhissalam buyurmuşdur. Əhd peymanların tutacaqlarından yapışın. Onları qorumaq və onlara vəfa etmək istiqamətində çalışın. Yaxud əhd peymanın şərtlərini möhkəm və tutarlı edin. Yaxud kafir və münafiqlər kimi ləyaqəti olmayanlarla deyil, vəfalılarla peyman bağlayın. Çünki onlar öz əhdlərinə vəfa etmirlər. Necə ki, müqəddəs Quran-ı Kərimin Tövbə surəsinin 10-cu ayəsində buyurulur. Onlar möminlər barəsində qohumluq haqqına və əhd peymana riayət etmirlər. Allah bizləri əhd peymanına riayət edənlərdən qərar versin inşallah.